Salam, hər vaxtınız xeyirli, uğurlu olsun, gününüz xoşmənalı keçsin inşallah. Necəsiniz mənim əziz, dəyərli, gözəl YouTube izləyicilərim? Çoxdandır vloq paylaşmırdım. Bu vloqum hər şeydən biraz var. Oğlumu yola salmağımdan tutmuş ad günümə qədər, ad günümdən sonra alış-verişim, yəni belə bir qarışıq vloqla sizlərin qarşısındayam. İnşallah ki, maraqlı bir vlog olar. Oğlum getməmişdən bir gün əvvəl onun üçün qoğal, şirniyyat hazırlamışdım və başqa bir bazarlıqlar da eləmişdim. Ancaq təəssüf ki, çəkilişim silinibdi. Əlimdə olan bunlar idi. Bunları sizlərlə paylaşmaq istədim. Oğlumu yola saldım. Çox pis oldum. Yəni qarşılamaq sevinclidir, ancaq yola salmaq çox çətin bir hissdir. Allah hamısını salamat eləsin. Allah istərin can olsun, can balalarım, mənim balalarım da içində. Burada da mənim əzizlərim məni təbrikə gəliblər. Heç ad günü keçirmək həvəsim yox idi. Oğlumu yola salandan sonra bir həftə özümə gələ bilmədim. Sağ olsun, ailəm də, əzizlərim də məni təbrik eləməyə gəldilər. Şenlendirdiniz evimizi. Çok sağ olun. Evet. Allah canın sağ eylesin. Allah canın sağ eylesin. Biz evdən çıxdıq. Qızımla gedirik. Yoldaşım və Güney balam mənim üçün ad günü hədiyyəsi olaraq pul verdilər ki, ana ürək nə istəyir alarsan, yoldaşım da onun kimi. Gedirik, görək nə tapırıq, nə ala bilirik. Alışverişdən gələndən sonra paltarları aldıqlarımı tez atdım maşına, yuyuldu. Sonra yadıma düşdü ki, bəs mən öncədən çəkiliş etməli idim. Dedim, eybi yox, ütüləyim, sonra təqdim eləyərəm nə almışam. Əlimə pul keçən kimi həmişə ev üçün nəsə almağı xoşlayıram. Bu dəfə gəlinim dedi ki, ana, sən bu dəfə özün üçün al ancaq, da bəsdir qavqacağa pul verirsən. Məcbur inansız getdim, mən də geyim aldım. Yoxsa ev üçün nəsə alacaqdım.
Ad günümə verilən puldan getdim özüm üçün belə bir paltar aldım. Belə bir don aldım. Çox qəşəng qaldı. Rəngi də çox gözəldir. Boyun detayı. Yəni mən çox yaxa işləmələri çox xoşuma gəldi. Qolu belə. Ətəyi də belə. Çox bəyəndim rəngini də, özünü də. Rəngini tam aldıra bilmirəm. Telefonda tam aydın düşə bilmir rəngi. Ancaq çox qəşəng rəngi var. Yay üçün belə hər rəngdə şalvarlar götürdüm. Enli, geniş, qəşəng, yüngül. Bunu da çox bəyəndim. Ayaq detayı belə bağlamadır. Türklərin şalvar dedikləri formadadır. Belə enli, geniş, çox qəşəng, rahat bir şalvardır. Qiyməti də münasib idi, endirimdə idi. 20 manata aldım bunu. Bu şalvarlarda 12 manat aldım. Çox qəşəng idi endirimləri. Belə bir şalvar dəst götürdüm. Troykadır, pincə idi, koftası. Bir də belə şalvarı, material da çox qəşəngdir. Belə bir qısa qol donların üstündən geyməyə pencək kimi kətan belə bir kofta götürdüm. Koftamı deyə qabağı açıq belə. Bu da qəşəngdir, cibi. Burada da cibi var. Belə bir troyka dəsti. İki düymədir, cibi, qol detayı. Belə. Və bir də 2 dənə belə köynək aldım. Bu kətandır. Bu da belə nəzik sərin maldır. Oliviyadan da 2 dənə belə bir ten aldım. Bir dənə də belə blesk aldım. Toyazada bir yerə gedəndə istifadə etmək üçün. Rəngləri çox qəşəngdir. Bunun da rəngini çox bəyəndim. Belə aldıqlarım bu qədər. Sağ olsunlar. Allah əvəzini yetirsin. Yoldaşıma, gəlinimə çox sağ ol deyirəm.